Taksi sürücüsü ödənişi etməyən sərnişini cəzalandırmaq istədi. Özü saxlanıldı. Bu barədə reporta Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayon ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib. O bildirib ki, naməlum şəxs onu kəsici deşici alətlə hədələyərək 80 manat pulunu talayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Hikmət Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib. Hikmət Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb. Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.